Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə İdman həftəsi çərçivəsində martın 8-də Bakıda xanımların velo yürüyüşü keçirilib. Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan velo yürüyüş dəniz kənarı bulvar ərazisində təşkil olunub. Velo yürüyüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədəd Quliyev iştirak ediblər. Velo yürüyüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Velo yürüyüş zamanı xanımlar Azneft dairəsi dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.